Salam dəyərli izləyicilər. DİM-in ikinci qruplar üçün hazırladığı 20 sınaq kitabçasından 19-cu sınağın testlərinin izahını sizə təqdim edəcəm. Qeyd edim ki, bu videoları izləyənlərin 50%-ə yaxını kanala abunə deyirlər. Əgər bu videolar siz üçün faydalıdırsa, siz də mənə dəstək olaraq kanalıma abunə ola bilərsiniz. Həmçinin bəyənib, şərh yazıb, paylaşaraq da töhfənizi verə bilərsiniz. Başlayaq birinci sualdan. Birinci Göytürk xaqanlığında Muğan xaqanı hakimiyyəti dövrü üçün səciyyəvi deyil. Dövlət özünün qüdrətli çağını yaşayırdı. Bu doğrudur, bu hadisə. Qüdrətli dövrünü yaşayırdı. Avarlara qarşı aparılan mübarizə davam etdirilmiş və onlar qovulmuşdu. Bu Muğan xaqan onları məğlub edərək müstəqillik əldə etmişdi. Avarları da Muğan xaqan məğlub edərək onları qovmuşdu ölkə ərazisindən. Çini asılı hala salmışdı. Bu da doğrudur. İstəmi xan xaqandan sonra ikinci şəxs olmuşdu. Yəni Yabqu deyilirdi buna. İkinci şəxs qardaşı idi. Ölkənin qərb ərazilərini də idarə edirdi. Varislər arasında hakimiyyət uğrunda mübarizə başlamışdı. Muğan xaqandan sonraki dövrə aid olacaq. Bu Muğan xaqana aid deyil. Uyğunluq pozulmuşdur. Albaniya və Adurbaqan Cənubi Azərbaycan Kustunun tərkibinə daxil edilmişdir. 1-ci Xosrovun inzibati islahatı ilə doğrudur. Sol sahil Albaniyası inzibati ərazi baxımından bölünmüşdür. Bölünmüşdür mərzbanlıqlara. Mərzbanlıqlar səhvdir, əyalətlərə, vilayətlərə bölünmüşdür. Mərzbanlıqlar Sasani dövlətinin vilayətləri belə adlanırdı. Mərzbanlıqlar burada pozulubdur. Albaniyanın paytaxtını Kür çayının sol sahilindən sağ sahilinə keçirdi. 2-ci Vaçe, bəli, 444-cü ildə yeni şəhər saldırmışdı Firuzabad, sonra da Bərdə şəhəri adlanır və paytaxtı ora köçürmüşdü. Məqsəd də şimaldan gələn hücumlardan paytaxtı qorunmaqdan ötürü. 510-cu ildən 629-cu ilədək Albaniya idarə olunurdu Sasani mərzbanları tərəfindən. Bu da doğrudur. İşğal edilən ərazilər əmirliklərə bölünürdü ərəb xilafətində. Bu da doğrudur. Növbəti 3-cü sual. Hadisə nəticə əlaqələrinin doğru göstərildiyi bəndi müəyyən edin. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Türk və müsəlman dünyasında ilk dünyəvi respublikanın yaradılması 1918-ci il doğrudur. Bizdən də doğrunu soruşur. Osmanlı hökumətinin hərbi yardımı, Bakının azad edilməsi, bu da 1918 15 sentyabrda baş vermişdi, doğrudur. Batum müqaviləsinin imzalanması, AXC-nin müstəqilliyinin elan edilməsi. Batum müqaviləsi 1918 iyunun 4-də imzalanır. AXC-nin müstəqilliyinin elan edilməsi həmin il 28 maydadır. Yəni bu daha əvvəldir. Ona görə burada uyğunluq pozulubdur. AXC-nin ilk daha əvvəldir, plus da yəni əlaqəsi yoxdur. Yəni 28 mayda müstəqillik əldə edir AXC, öz müstəqilliyini elan edir və daha sonra Osmanlı ilə Batum müqaviləsini imzalamışdı. AXC-nin ilk iqtisadi tədbirləri, milliləşdirmə siyasətinin həyata keçirilməsi. Yəni, milliləşdirmə siyasəti bir dənə qeyd edək ki, məktəblərlə bağlıdır. Məktəblərlə bağlı. O da iqtisadi tədbir deyil. Bunu yadda saxlamaq lazımdır. Almaniya və Gürcülərin Osmanlı dövlətinin Cənubi Qafqazda irəliləməsinə mane olması, Borçalıda silahlı toqquşmanın baş verməsi, bəli, silahlı toqquşma baş verir, lakin bununla da Osmanlı qüvvələrinin Azərbaycana gəlməsinə mane ola bilmirlər. Cavab 1, 2, 5 A bəndi olacaq. 4-cü suala baxaq. Hülaki hökmdarı Qazan xanın və Şeyx Üveys Cəlalirinin hakimiyyəti dövrü üçün oxşar cəhət. Qazan xan və Şeyx Üveys. Yeni şəhərlərin salınması. Bu Qazan xanda var, amma Üveysin vaxtında yoxdur. Abadlıq işləri görüb Dövlətxana sarayını tikdirmişdi. Ticarət və rabitə sahəsində islahatın həyata keçirilməsi. Bu da Qazan xana təkcə aiddir. Üveysdə yoxdur.
mərkəzi idarə sisteminin möhkəmləndirilməsi, iqtisadiyyatda və təsərrüfatda canlanmanın baş verməsi doğru götürəcək hər ikisində də olmuşdur. Köçəri feodalların qüdrətini və iqtisadi qüvvəsini zəiflətmək siyasətinin yürüdülməsi. Yerli feodallara arxalanan Qazan xan olmuşdur, amma Şeyx Üveysdə belə bir şey olmur. Azərbaycanın dövlətin siyasi inzibati mərkəzinə çevrilməsi üçün tədbirlər görülməsi. Bu da Şeyx Üveysə aiddir. Paytaxtı Təbrizə köçürmüşdü. Ancaq Qazan xanın dövründə isə onsuz da Azərbaycan Hülakülər dövlətinin inzibati mərkəzi hesab edilirdi. Doğru cavab C olacaq. 1-ci Qarabağ müharibəsinə aid olanları müəyyən edin. Qarabağ Dirçəliş Fondunun təsis edilməsi bu 2021-ci ilin yanvarında olmuşdur. Milli 1-ci Qarabağ müharibəsi 90-cı illərin əvvəlləridir. Milli ordumuzun düşmənin Beyləqan istiqamətində tank hücumunun qarşısını alması 1993-cü ilin dekabrında olmuşdu. Bu aiddir. Mübariz İbrahimovun təkbaşına ermənilərlə döyüşə girməsi 2010-cu ildir. Aid deyil. Müəyyən müddət Tərtər, Ağdərə, Kəlbəcər yolunun nəzarətin ələ keçirilməsi 1992-ci ildə iyun-iyul aylarında olmuşdu. Aiddir 1-ci Qarabağ müharibəsinə. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğalı ilə bağlı qətnamələr qəbul etməsi Kəlbəcərin işğalında biz görürük ki, 1993-də qəbul etmişdi belə bir qətnamə, amma həyata keçirməmişlər, özümüz həyata keçirdik 2020-ci ildə. Deməli, bu da aiddir. 2, 4, 5 A bəndi. 6. Uyğunluğu müəyyən edin. Osmanlı dövlətinin hökmdarları 2-ci Bəyazid, 1-ci Süleyman. Ağqoyunlu dövləti ilə dostluq əlaqələri saxlaması doğrudur. 2-ci Bəyazid Ağqoyunlu Yaqub padşahla dostluq əlaqələri qurmuşdu. Həmçinin Səfəvi 1-ci İsmailin adı. Qanunnamə adlanan qanunlar toplusu yaratması bu 2-ci Mehmetə aiddir. Venesiyalıları məğlub etməsi doğrudur. Bolqarıstanı tabe etməsi də Bolqarıstanı asılı vəziyyətə salan 1-ci Orxan Qazi olmuşdu. Daha doğrusu 1-ci Murad olmuşdu. Ancaq 1396-cı ildə isə 1-ci Bayazid Bolqarıstanı işğalını başa çatdırmışdı. 2-ci Bayazidə artıq qalmamışdı. Həmədan yaxınlığındakı döyüşdə Səfəvlərə məğlub olması 1535-ci il Həmədan döyüşündə Süleyman məğlub olur, doğrudur. Paytaxtın köçürülməsi, paytaxtın 1-ci Süleymanın vaxtında paytaxt Konstantinopol idi, elə orada qalır. Misir Məmlük Sultanlığını məğlub etməsi, bu 1-ci Səlimə aiddir 1516-17-ci illərdə. Fransa ilə ittifaq yaratması, bəli, var idi. 1535-ci ildə Fransa ilə ittifaq yaradır. Avropada Habsburqlar sülaləsinə qarşı. 1-ə AC, 2-yə AD, cavab D bəndi olacaq. Sxemi tamamlayın deyir. Periklin tədbirləri, Qoca və Əlillərin dövlət tərəfindən himayə olunması, taxıl və digər ərzaq məhsullarının ixrac məsələsi qadağan edilməsi bu Solon islahatlarına aiddir. Yoxsul vətəndaşlara ərzaq və pul yardım edilməsi aiddir. İlk dəfə bütün vətəndaşların xalq yığıncağında iştirak etmək hüququ alması. İlk dəfə dediyinə görə səhvdir, yəni o dövrdə də var, Periklin dövründə də var idi, amma ilk dəfə deyildi yəni. Tiranlığa son qoyulması 6-cı əsrin sonlarındadır. Yəni bu da Periklin dövründə deyil. Yoxsul vətəndaşlara da bütün vəzifələri tutmaq imkanı verilməsi doğrudur. Yəni onlara dövlət tərəfindən maaş verilməsi burada var idi. 2, 5 cavab A bəndi olacaq. Uyğunluğu müəyyən edin. 1-ci Dünya müharibəsi dövrü 1914-18-ci illərdə olub. İlk dəfə olaraq tanklardan istifadə edilibdir. Somma döyüşündə bu olacaq 1916. Hüseyin xan Naxçıvanskinin başçılıq etdiyi süvari korpusun Visla çayı sahillərində Alman qoşunlarını məğlub etməsi 1915 heç birinə aid deyil. İtaliyanın Antamtaya qoşulması 1915 heç birinə aid deyil. ABŞ qoşunlarının
köməyi ilə almanların Paris yaxınlığında məğlub edilməsi 1918 deyə gedəcək. Brest-Litovskda separat sülh imzalanması da 1918 3 Martda olmuşdu. Bu da 2-yə gedəcək. A, D, Y cavab D bəndi olacaq. 9-cu sual. Xəritədə rəqəmlərlə verilmiş şəhərlərlə bağlı uyğunluğu müəyyən edin. 1 Tiflisdir. 2 Təbriz. 3 Ərdəbil. Uyğunluğu müəyyən edək. 17-ci əsrdə Səfəvilər imperiyasının ikinci şəhəri hesab edilirdi. Bu Təbrizə aiddir. Səfəvi dövlətinin müqəddəs şəhərlərindən biri sayılırdı. Ərdəbil hakimliyi, orada Səfəvilərin Ərdəbil hakimliyi, Şeyx Səfiyyəddinin türbəsi də burada yerləşir. Ərdəbildir. 10-cu əsrdə Arranın ən böyük şəhərlərindən biri idi. Bəli, Tiflis, Dərbənd, Bərdə, Dərbənd, daha sonra Tiflis götürülürdü. Arranın ən böyük şəhərlərindən biri sayılırdı. Qafqaz Albaniyasının paytaxtı olmuşdu heç biri. Qafqaz Albaniyasının paytaxtı əvvəlcə Qəbələ, sonra Bərdə şəhəri olmuşdu. Çuxursəd Bəylərbəylinin mərkəzi olmuşdu. Bu da İrəvana aid olacaq. Cavab C, A, B. C bəndi olacaq. Dini müharibələrin sonuncusu adlandırılan müharibə hesab edilir. Bu Avropada baş vermiş 30 illik müharibədir. 1618-1648-ci illərdə olmuşdu. Dini müharibələrin sonuncusu hesab edilir Avropada. Azərbaycan Eldənzilər dövlətinin hökmdarları Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın hakimiyyətinə aid ümumi cəhətləri müəyyən edin deyir. Baxaq. Tabelikdən çıxıb müstəqilliyə can atan əmirlərin müqavimətini qırdı. Doğrudur, ikisinə də aiddir. Xəlifənin razılığı ilə özünü sultan elan etmişdi. Bu təkcə Qızıl Arslana aiddir. Səlcuq sultanlarının payladıkları iqta torpaqlarını öz tərəfdarları olan feodallar arasında bölüşdürmüşdü. Doğrudur. Şirvana yürüş edən yenə də təkcə burada Qızıl Arslan götürəcəyik. Ölkənin mədəni inkişafı üçün əlverişli şərait yaratdı. Hər ikisinin dövrünə aid olacaq. 1, 3, 5 D bəndi. Qeyrət partiyasının və Türkiyədən Mərkəziyyət partiyasının oxşar cəhətlərini müəyyən edin. Əsası Gəncə şəhərində qoyulmuşdu. Bəli, 1905-də Qeyrət idi. 1917-də isə Türkiyədən Mərkəziyyət idi. Nəsib bəy Yusifbəyli tərəfindən yaradılmışdı. Qeyrət partiyası da Ələkbər bəy Rəfibəyli tərəfindən yaradılmışdı. Eyni proqramla çıxış edən Müsavat partiyası ilə birləşmişdi. Bu təkcə Türk ədəmiyyətə aiddir. Ancaq Qeyrətə yox. Rusiyanın federativ dövlət kimi qurulmasını tələb edirdi. Doğrudur hər ikisi də. Azərbaycana mədəni muxtariyyət verilməsini, mədəni yox, burada ərazi olmalı idi. Ərazi muxtariyyəti istəyirdilər. 20-ci əsrin əvvəllərində meydana gəlmişdi. 20-ci əsrin əvvəllərinə də düşür hər ikisi. Cavab 1, 3, 5, Y bəndi olacaq. Hər iki xüsusiyyətin aid olduğu dövləti müəyyən edin. Kiçik koalisiya dövrü hökuməti təsis olundu. Helmut Kohl bu dövlətin ADR ilə birləşməsindən sonra ilk federal kansleri olmuşdur. Deməli, söhbət AFR-dən gedir. Almaniya Federativ Respublikası, o da 4-də yerləşir. 4-də cavab olacaq B. Kiçik koalisiya hökuməti 1969-da Willy Brandt'ın rəhbərliyi ilə təsis edilmişdi. 1990-cı ildə də bu ADR ilə iki Alman dövləti AFR ilə ADR birləşir. Keçirik növbəti suallara. Verilmiş dövlətlərin 18-ci əsr tarixinə aid xüsusiyyətlərini müəyyən edin. Dövlətin geriləmə dövründən dağılma dövrünə keçməsi, söhbət Osmanlıdan gedir. Dağılma dövrü də başlayır 1791 Yassı sülhündən sonra olmuşdu.
Sağ sahil Ukraynası bütün Belarusiyanın işğal edilməsi 18-ci əsrdə Respospolitanın bölüşdürülməsi nəticəsində Rusiyaya düşən ərazilər idi bu. Götürəcəyik B-ni Rusiyaya. Şimal müharibəsinin başa çatması 1721-ci ildə Niştat sülhü ilə Rusiyaya aiddir. Parisdə Versalda sülh müqaviləsi imzalanması 18-ci əsrdə 1783 olacaq ki, bu da İstiqlaliyyət Savaşından sonra ABŞ-a aiddir. İmzalamışdı bu müqaviləni. D olacaq burada. Qumbara atanlardan ibarət ayrıca qoşun növünün təşkil edilməsi də 1-ci Mahmudun dövrünə aid olacaq ki, 1730-da hakimiyyətə gəlmişdir. O da düşür 18-ci əsrə. Y olacaq Osmanlıya. 1-ə AY, D, B, S. Cavab A bəndi. 15-ci suala baxaq. Bu islahata görə mülkədarlara münbit və əkinə yararlı torpaqların üçdə bir hissəsini xüsusi mülkiyyətdə saxlamaq hüququ verilirdi. İslahata əsasən kəndlərin əlində 5 desiyatındən çox torpaq olduqda artıq hissələr mülkədarların xeyrinə kəsilib götürülürdü. Ərazisi 5 desiyatından az olan kəndlərə əlavə torpaqlar verilməsi nəzərdə tutulmurdu. Bu islahat 1870-ci il kəndli islahatına aiddir. Haqqında məlumat verilən əsasnamənin 47-ci kənd əsasnamələrindən fərqli cəhətlərini müəyyən edin. Azərbaycanda sahibkar kəndlisinin torpaq mülkiyyətçisinə çevrilməsinə icazə vermədi. 47-də verməmişdi, amma 70-ci ildə bu vermişdi bu. Ona görə bizdən nəyi soruşur? Fərqli cəhətlərini soruşur. Fərqli icazə vermişdi desəydi götürərdik, icazə vermədi deyir deyə götürmürük. Yəni 47-də olmasın, ancaq 70-də olsun. Kəndli öz pay torpağını satın alıb şəxsi mülkiyyətinə keçirmək hüququna sahib oldu. Bayaq qeyd etdik bunu indicə. Bəli, 70-də icazə verilirdi. Ancaq torpağın qiyməti baha olduğuna görə və dövlət də yardım etmədiyinə görə çox az kəndli ala bilmişdi. Onlar da qolçamaqlara çevrilmişdi. Biyar ləğv edildi. Biyar 70-ci ildə bəli ləğv edildi. Pulla əvəz edilir. 47-də isə belə bir şey yox idi. Sahibkar kəndlərin feodaldan asılılığına son qoyuldu. Feodal asılılığı bəli 70-ci ildə ləğv edilirdi. 47-də isə belə bir şey yox idi. Mülkədar zadəganların mənafeyinə uyğun tərtib edilmişdi. Bu fərqli deyil, oxşar cəhət olacaq. Hər ikisində də mülkədar zadəganların mənafeyi nəzərə alınmışdı. 2, 3, 4 cavab Y bəndi olacaq. Rusiya Qacarlar müharibəsində 2-ci Rusiya Qacarı 1826-cı ilə aid olan xüsusiyyətləri müəyyən edin. Azərbaycan Rusiya tərəfindən işğal olunmuş ərazisində üsyanların başlanması. Bəli, Şimali Azərbaycanda üsyanlar başlayır. Qacarların yürüyüş xəbərini eşidən kimi Rusların Urmiyanı və Ərdəbili tutması. Bu Urmiya və Ərdəbilin tutulması olacaq 1828-də. Təbrizdə Rusların müvəqqəti idarə yaratması. Təbriz 1827-ci ildə işğal edilir, onda yaradılmışdı. Buradan biri götürürük. Bu tərəfdən baxaq. Gəncə yaxınlığında həlledici döyüşün baş verməsi 1826-dır. Bunu da götürürük. İrəvan və Naxçıvan xanlıqlarının ləğv olunması. Xanlıqların ləğv olunması 1828-də müharibədən sonra olacaq. 1-4 cavab D bəndi olacaq. Bizdən də 26-ya aid olanları soruşurdu da, səhv eləmirəmsə, baxaq. Bəli, 26-cı ilə aid olanları soruşurdu. 15-ci əsr memarlıq abidələrini müəyyən edin. Gür Əmir türbəsi Əmir Teymurun qəbri üzərində tikilmişdi. 1405-də Əmir Teymur ölür. 15-ci əsrdə tikilib bu türbə. Təbrizdə Həsən Padşah məscidi. Bu Uzun Həsənin dövrüdür. 15-ci əsrdə hakimiyyətdə olubdu. O vaxtda tikilmişdir. Şeyx Cüneyd məqbərəsi, bu Şeyx Cüneyd məqbərəsi Ərdəbildə, daha doğrusu Səfəvilər dövründə Ərdəbildə tikilmişdir. Məqbərə 16-cı əsrə aiddir. Səlimiyyə camisi də bu da 1568-də tikintisinə başlanıb, 75-də 2-ci Səlimin hakimiyyəti dövrünə düşür. 75-də başa çatmışdı. 1568 75-də də istifadəyə verilmişdi. 16-cı əsrə düşür.
1-2 cavab D bəndi olacaq. Qaraxanlı dövlətinin bölünməsi səbəblərindən deyil. Xaqan xəzinəsinin daxil olan vergilərin sülalədən olan ayrı-ayrı şəxslərin xeyrinə toplanması bu aiddir. Feodal özbaşınalığı artır, daxili çəkişmələr güclənir, mərkəzi hakimiyyət zəifdir. Fikir versiyası hamısı bir-biri ilə əlaqəlidir. İslamın rəsmi dövlət dini kimi qəbul edilməsi bu hadisə 932-ci ildə baş vermişdi. İslam dini Satuq Buğraxan tərəfindən qəbul edilmişdi. Ancaq Qaraxanlı dövlətinin bölünməsi isə 11-ci əsrə aiddir. Yəni bir-birinə əlaqəsi yoxdur. Cavab Y bəndi olacaq. 19. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Orta Tunc, Son Tunc, İlk Dəmir dövrü. Boyalı qablar mədəniyyəti formalaşdı Orta Tunc dövrünə. Muğamda Uzun Təpə adlanan yerdə silahlar tapılmışdı. Bu Son Tunc dövrünə aiddir. Ölü yandırma, kollektiv dəfn etmə adətləri meydana gəlmişdi, deyir. Erkən Tunc dövrünə aiddir. Yaylaqlarda və ticarət yollarının kənarlarında siklopik qalalar inşa edildi. Son Tunca aiddir. Dulusçuluq məmulatı müxtəlif naxışlarla bəzədilirdi. Bu dulusçuluq bəzədilirdi. Yəni burada boyalı qablar mədəniyyəti formalaşdı deyir. Götürürük A bəndini, A-nı götürürük Orta Tunc dövrünü. Burada isə diqqət edin, eyni mənadır. Yəni qabların boyanmasından söhbət gedir, naxışlarla bəzədilməsindən. Amma burada formalaşdı deyir, burada deyib bəzədilirdi. Yəni Orta Tunc dövründə başlayır, sonraki dövrlərdə də dayanmır. Yəni indiki dövrdə belə dulusçuluq qabları müxtəlif naxışlarla bəzədilir. Yəni bütün hər iki dövrədə biz götürə bilərik doğru cavab kimi. A, B, D, Y. Cavab A bəndi olacaq. Şirvanşah 2-ci Axsitan və 1-ci İbrahim Dərbəndinin fəaliyyətlərinin oxşar xüsusiyyətlərini müəyyən edin. 2-ci Axsitan, 1-ci İbrahim. Azərbaycanın böyük bir hissəsini öz hakimiyyəti altında vahid halda birləşdirdi. Bu İbrahimə aid olacaq, Axsitanda yoxdur. 1406-cı ildə xarici hücumlar dövründə itaətkarlıq göstərməklə Şirvanı dağıntıdan xilas etmişdi. Deməli, 2-ci Axsitan Hülakülərdən asılığı qəbul edir. Hülakülərdən. 1-ci İbrahim də Teymurdan asılığı qəbul etmişdi. Bu doğru olacaq. Şirvanı iqtisadi, siyasi və hərbi cəhətdən qüvvətləndirə bildi. Bu İbrahimdə bəlkə götürə bilərik. Ərazisini genişləndirir, Azərbaycanı birləşdirir. Ancaq 2-ci Axsitanla bağlı belə bir məlumat yoxdur. Tabi olduğu hökmdarların səfərlərində qoşunla iştirak etmişdi. 2-ci Axsitan Hülakülər dövlətinin tərkibində, asılığında idi. Ona görə də onun yürüşlərində iştirak edirdi. İbrahim də həmçinin Əmir Teymurun Qızıl Ordu və Osmanlıya qarşı yürüşlərində iştirak etmişdi. Hər ikisinə də aiddir. 2-4 cavab D bəndi. Azərbaycanda Sovet Milli Dövlət quruculuğunun hüquqi cəhətdən təşəkkülünün ilkin mərhələsi başa çatdı. Azərbaycan SSR İlk Xalq Komissarları Sovetinin təşkili ilə bu elə qurulur 1920-ci ildə 28 aprelin 28-də AXC süqut edir və bu ilk Xalq Komissarları Soveti təşkil edilir. Bu aid deyil. Bakı Xalq Komissarları Sovetinin təşkili ilə bu 1918 aprelin 25-də təşkil edilmişdi. Bu da Sovetlərə aiddir, amma söhbət Sovet Milli Dövlət quruculuğunun hüquqi cəhətdən təşəkkülünün ilkin mərhələsi bizə lazımdır. Azərbaycan SSR-nin ilk konstitusiyasının qəbul edilməsi 1921 mayında qəbul edilmişdi və bununla da ilk mərhələsi başa çatmışdı. Bunu doğru kimi götürürük. Müvəqqəti İnqilab Komitəsi ləğv edilmişdi və əvəzinə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yaradılmışdı. Cavab C olacaq. Azərbaycan İnqilab Komitəsinin təşkil edilməsi, bu da 20-ci ilin aprelindən eynidir burada. İkisini eynidir. Eyni vaxtda yaradılmışdı. İstiqlal bəyannaməsinin qəbul edilməsi. İstiqlal bəyannaməsi Sovet hakimiyyətinə aid deyil. Bu 1918-ci il 28 maydadır. AXC-yə aiddir.
Səfəvilər, Ağqoyunlu, Böyük Moğol dövlətlərinə aid ümumi xüsusiyyətləri müəyyən edin. Xidmətə görə torpaq sahibliyinin verilməsi hər üçündə də var idi. Tiyul idi. Ağqoyunlularda soyurqal idi. Böyük Moğol dövlətində isə cagir idi. Xidmətə görə verilən torpaqlar. Portuqaliya ilə mübarizə aparılması. Səfəvləri götürə bilərik, ancaq Ağqoyunlu və Böyük Moğol dövlətlərində bu haqda məlumat yoxdur. Əksinə Böyük Moğol dövlətində Portuqaliya ilə yaxınlıq əlaqəsi verilmişdi. Müəyyən dövrlərdə Osmanlı dövləti ilə dostluq münasibətlərinin olması, müəyyən dövrlərdə, yəni bütün dövrlərdə yox. Səfəvlərdə bayaq dedik 2-ci Bayezidin dövründə Şah 1-ci İsmayıl, həmçinin Şah 1-ci Abbasla 2-ci Osmanla yaxınlıq münasibətləri qurmuşdu. Ağqoyunlu hökmdarı Yaqub Padşah Osmanlı Sultanı 2-ci Bayezid ilə yaxınlıq əlaqəsi qurmuşdu. Böyük Moğol dövləti də Osmanlı dövləti, Əkbər Şahın dövründə Osmanlı dövləti ilə dostluq əlaqələri qurmuşdu. Hər üçünə də aiddir. Dövlət torpaqlarının divan adlanması. Səfəvi Ağqoyunlu dövlətlərində divan adlansa da, Böyük Moğol dövlətində bu xalisə idi. Xalisə həm də Qacarlarda yadda saxlayın. Qacarlar dövlətində xalisə dövlət torpaqları adlanırdı. Yəni bu səhvdir. Avropa dövlətləri ilə hərbi ittifaq yaradılması. Bu Səfəvilər dövlətində çalışıb cəhd göstəribdi Osmanlılara qarşı yaratsın. Hətta Portuqaliya ilə razılaşmışdı da, ancaq Portuqallar vermirlər onlara, odlu silah vermirlər. Ağqoyunlu dövləti həmçinin Uzun Həsənin vaxtında 1472-ci ildə Venesiya ilə hərbi ittifaq qurmuşdu, ancaq o da kömək eləməmişdi. Böyük Moğol dövlətində isə belə bir məlumata rast gəlmirik. Deməli, bu da ortaq cəhət deyil. Doğru cavab 1-3 bəndi olacaq. Azərbaycan ordusu tərəfindən həyata keçirilən Qarabağ mücrüsü adlandırılan əməliyyat planının nəticələrini müəyyən edin. Bu Qarabağ mücrüsü planı nə idi? Köhnə Antonov tipli təyyarələri pilotsuz uçuş aparatı kimi istifadə edərək göyə qaldırırdılar və düşmən bu hədəfləri vurmağa çalışarkən onun hava hücumundan müdafiə sistemləri aşkar edilir və məhv edilirdi. Və bunun nəticəsini soruşur. Düşməni ordumuzun əsas hücum istiqamətindən yayındırması. Xeyr, bu hücum istiqaməti ilə bağlı deyildi. Yalnız yüngül atıcı silahlarla silahlanmış döyüşçülərin Şuşanı azad etməsi, bununla da əlaqəsi yoxdur. Düşmənin hava hücumunda müdafiə sistemlərinin məhv edilməsi, bəli, bu aiddir. Növbəti baxaq. Qarabağ səmasında Azərbaycan hava qüvvələrinin böyük üstünlük əldə etməsi, bəli, hava hücumundan müdafiə sistemləri S-300 Tor kimi müdafiə sistemləri məhv edilməklə havada üstünlük əldə edirik. Hücum zamanı canlı qüvvə itkisinin minimuma endirilməsi, bəli. Bu da az əskər ölümünə gətirib çıxartmışdı Azərbaycan tərəfindən. ABŞ-nin 20-ci əsrin 40-cı illəri tarixinə aiddir. Sədçəkmə siyasətinin həyata keçirilməsi, bəli, bu Avropa dövlətlərinə hərbi yardım göstərilməsi SSR-yə qarşı sədçəkmə siyasəti adlanırdı Truman'in dövründə. Ölkə tarixində ilk dəfə katolik namizədin prezident seçilməsi bu 1960-cı ildə John Kennedy'yə aiddir. Ədalətli xətt adlı geniş islahatlar proqramının həyata keçirilməsi bu da Harry Truman'a aiddir. 40-cı illərdə. Ölkə tarixində ilk dəfə respublikaçıların prezident seçilməsi bu 1860-cı ildə Abraham Lincoln'a aid olacaq. Söhbət bu 19-cu əsrə gedir çıxır. 17-ci əsrdə Səfəvilər dövlətinin ictimai-siyasi həyatı üçün səciyyəvi idi. Şəhərlərdə tacirlərə darğa adlanan adlı sanlı tacirin başçılıq etməsi. Darğa yox, məlik tüccar olmalı idi. Hacibin dövlətdə ikinci nüfuzlu şəxs hesab olunması, bu hacib Səfəvlərdə, yəni yüksək vəzifədə olmayıbdı. İkinci şəxs olmayıbdı. Təbriz hakimlərinin eyni zamanda Əmir-ül-Üməra vəzifəsini icra etməsi. Bəli, Təbriz hakimləri həm Əmir-ül-Üməra idilər, ordu komandanı idilər və dövlətdə mühüm vəzifəyə sahib idilər. Təbriz özü də Səfəvilər dövlətinin ikinci mühüm mərkəzi sayılırdı həmin dövrdə. Ali hərbi inzibati mövqe tutan şəxslərin sultan adlanması sultan yox, xan adlanmalı idi.
İdarəçilikdə irsilik prinsipinin mövcud olması, bu da mövcud idi, qalırdı. Doğru cavab 3-5 olacaq. Xronoloji ardıcıllıq. Osmanlı ordusunun Zigetvar qalasını ələ keçirməsi. Bu 1566-cı ildə Sultan Süleyman Qanuni ölsə də bu mühasirə zamanı qala ələ keçirilmişdi. Teymurilər dövlətinin paytaxtının Herat şəhərinə köçürülməsi. Bu Şahruxun hakimiyyəti dövründə baş veribdir. Şahrux da Əmir Teymurdan sonra taxta çıxır. Ta ki 1447-ci ilə qədər, yəni taxta olubdur. Onun dəqiq hakimiyyət illəri kitabda verilməsə də 1409-1447 olaraq götürülür. 1409-a qədər də hakimiyyət uğrunda, Teymurdan sonra hakimiyyət uğrunda biraz mübarizə gedir. Tam hakimiyyətə sahib olması 1409 kimi götürülür. Böyük Moğol şahlarının hakimiyyətini demək olar ki, bütün Hindistana yayması, öz hakimiyyətlərini bu Əkbər şahdan sonraki dövrdür. Əkbər şahın hakimiyyəti 1556-da başlayır, 1605-də bitir. Yəni 5-dən sonraki dövr 17-ci əsrə düşəcək. Xronoloji ardıcıllıq burada belə olacaq. 2, 1, 3. 2, 1, 3. Belə. Uyğunluğu müəyyən edin. Yusif ibn Əbu Saad, Əbüləsvar Şavur, İbrahim ibn Mərzban. Orduda bir sıra faydalı islahatlar keçirmişdi. Şəddadi hökmdarı Əbüləsvar Şavur. Onun səltənətinin əvvəlki şöhrətini bərpa etmək cəhdləri özünü doğrultmadı. Bu Salari hökmdarı İbrahim ibn Mərzbandır. Sonuncu hökmdar olmuşdu Salarilərdə. Səlcuq dövləti ilə müqavilə bağlayıb ona tabi olmuşdu. Bu da Əbüləsvar Şavurdu. 1054-cü ildə müqavilə bağlamışdı Şəddadi hökmdarı Səlcuqlarla. Qanunnamə hazırlayaraq vergi işində qayda qanun yaratmışdı. Bu Mərzban ibn Məhəmməddir, burada verilməyibdir. Rey şəhərini Samanlərdən almışdı. Yusif ibn Əbu Sac 1-ə Y, 2-yə AC, 3-ə B. Deməli, lokal qarşıdurma ilə başlayan Şimali Almaniyaya yayılan, sonra isə Mərkəzi Avropanın geniş ərazilərini əhatə edən bir çox dövlətləri birbaşa və ya dolayı yolla öz orbitinə çəkən müharibə Avropa miqyasında ilk müharibə oldu. Müharibə 30 il davam etdi. Biz buradan bilirik ki, bu müharibə 30 illik müharibədir. Suallara keçək. Özünüz istəsəz oxuya bilərsiniz. Müharibə nəticəsində Qərbi Avropada üstünlüyü ələ keçirən dövlətin adını yazın. İspaniyadan Fransanın əlinə keçir. Fransa krallığı olacaq cavab. Müharibə nəticəsində bağlanmış sülhün dövlətlərarası münasibətlər sisteminə gətirdiyi yeniliklərdən ikisini yazın deyir. Burada bir dövlətlərarası münasibətlərdə yeni ilk dəfə qayda qanunlar müəyyənləşdirilir, sistemli şəkildə salınır. Digər bir cəhət isə bərabər suveren dövlətlərin bərabərliyi prinsipi ilə artıq hərəkət etməlidirlər. Dövlətlər, suveren dövlətlərin bərabərliyi prinsipi başqa dövlətin daxili işlərinin qarışılmasına yol verilməməzliyi burada öz əksini tapırdı. Müharibə nəticəsində bağlanmış sülhün Almaniya üçün nəticələrindən ikisini yazın. Burada da qeyd edə bilərik ki, Alman dövlətləri öz müstəqilliklərini elan edirlər. Alman dövlətlərin parçalanması, siyasi cəhətdə müstəqillikləri rəsmiləşir. Dini azadlıq əldə edirlər. Alman dövlətləri öz dinlərini seçməkdə sərbəst idilər. Və bunların da nəticəsində Almaniya, yəni siyasi olaraq parçalanmış Almaniya artıq geosiyasi arenada öz mövqeyini, nüfuzunu itirir. Geosiyasi və geostrateji əhəmiyyəti azalır, zərbə vurulmuş oldu. Bunları deyə bilərik. Sağ olun, dəyərli izləyicilər. Videoları bəyənib, paylaşıb, abunə olub mənə dəstək ola bilərsiniz. Sevinərəm. Sağ olun, növbəti izahlarda görüşərik.